Deməli, mən dəfələrlə insanlara başa salmağa çalışmışam ki, ailə sahibi olmaq sizi təcrübəli etsə də, yəni empatik cəhətdən bəzi duyğuları inkişaf elətdirsə də, övlad olanda atalıq, analıq hissi, bu hələ sizin həkim psixoterapevt olmağınız və yaxud da ailə psixoloq olmağınız demək anlamına gəlmir. Başa düşürsünüzmü? Yəni bu yalnız və yalnız sizin prizmanızdır. Sizin çərçivənizdir. Siz o insanı tanıyırsınız. Az-çox reaksiyalarını bilirsiniz. Dəyərlər sisteminə bələdsiniz. Ortaq, necə deyirlər, yönləriniz var və yaxud da yoxdur. Bilirsiniz ki, hansı konfliktdən çıxış yolunu istər-istəməz necə tapmaq lazımdır. Yəni, kiçik bir gölməçədə həyat sürən balıqlara bənzəyir sizin həyatınız. Yəni, mənə burada qeyd eləmişsiniz ki, təcrübə çox şey deyir. Yəni ki, ondan güya ailə psixoterapevti, psixoloq olmaq olar. Amma mən də deyirəm ki, xeyr, bu mümkün deyil. Yazmışsınız ki, vallahi edib 20 il təcrübədən sonra evdə həmişə sülh var, bir-birimizi daha da çox sevirik və güzəştə gedirik. İndiki ağlım olsaydı əsəblərimi qoruyardım. Bu çox gözəl bir şeydir, əgər siz bu səhvlərdən dərs çıxarırsınızsa. Amma onu xatırladım ki, insan təkcə bir kriteriyadan və yaxud da bir neçə kriteriyadan ibarət deyil. Sizin həyat yoldaşınızın müəyyən bir sinir sistemi tipi var, müəyyən bir şəxsiyyəti var, şəxsiyyət tipi var, müəyyən bir temperamenti var, dünyaya baxışı var, inancları, dəyərləri və kimlikləri var və bunun nəticəsində də qəbul elədiyi qərarlar sistemi var. Onu qeyd edeyim ki, bu dünyada 8 milyard insan yaşayır. 8 milyard insan bilirsiniz nə olan şeydir? Cürbəcür şəxsiyyət tipləri var. 4 cür temperament var. Xolerik, sangvinik, flegmatik, melanxolik, şizoid şəxsiyyət tipi, paranoid şəxsiyyət tipi, isteroid şəxsiyyət tipi, hipertim şəxsiyyət tipi, emotiv şəxsiyyət tipi, aslı şəxsiyyət tipi, depressiv kədər şəxsiyyət tipi, paranoid şəxsiyyət tipi, narsistik şəxsiyyət tipi, epileptoid şəxsiyyət tipi, obsessiv-kompulsiv şəxsiyyət tipi, şizotipalı şəxsiyyət tipi, şizoid şəxsiyyət tipi. Yəni, sizin yoldaşınız o şəxsiyyət tiplərindən sadəcə bir dənəsidir. 50 dənəsi deyil. Mən bunu izah eləməyə çalışıram. Sizin yoldaşınız ancaq bir yerdə böyüyüb boya başa çatıbdır. Yəni, bir kruqa aiddir. Ola bilsin ki, məsəl üçün deyək ki, Naxçıvanlıdır və yaxud da ola bilsin ki, Ağcabədidəndir və yaxud da Göyçaydandır. Müəyyən bir yerin mədəniyyətini götürüb. Amma insanlar fərqli-fərqli yerlərdə mövcud olurlar. Amerikada yaşayan başqadır, Avropada yaşayan başqadır, Meksikada yaşayan başqadır. Yəni, insan təkcə bir ailə olaraq orada ələ alınmır ki, insanın xüsusiyyətləri həm də fərd olaraq, bir individ olaraq ələ alınır. Başa düşürsünüzmü? Nəyə görə bunu mən qeyd eləmək istəyirəm? Ailənin özünün dinamikası var. Yəni, dinamikanın altında yatan en qədər səbəblər var. İndi siz bunun yolunu tapmışsınız deyə o demək deyil ki, hər kəs də bunun yolunu tapır. Siz bu qədər diqqətlisiniz deyə o demək deyil ki, hər kəs sizin qədər diqqətlidir. Siz bu qədər deyək ki, bacarıqlı və mərhəmətlisiniz deyənə o demək deyil ki, hər kəs sizin kimi mərhəmətlidir, diqqətlidir və güzəştə gedəndir. Siz bu qədər səbirlisiniz deyə başqaları da o demək deyil ki, bu qədər səbirlidirlər. Yəni, başa düşürsünüzmü nəyi demək istəyirəm? Yəni, bütün bunları nəzərə alaraq, hələ üzərinə gələk force major hallar, ağır xəstəlik durumları, baş verən qəzalar, çıxılmaz vəziyyətlər. Mən dəqiq bilmirəm bu kimi durumlar sizdə nə dərəcədə yaşanıbdır və bunlardan necə çıxış yolları tapmışsınız? Yəni, problemin həlli yolları konkret olaraq nə olub, hansı addımlar atmışsınız? Bu da ayrı bir mövzudur. Başa düşürsünüzmü?
Yəni o qədər tip ailə var ki, onların hamısının dinamikası da bir-birindən fərqlidir. Hətta elə ailələr var ki, başqaları tərəfindən birbaşa idarə olunur. Ataları, anaları, hətta bibi, xala, nənə, dayı ailəyə müdaxilə eləyir. Yəni bütün bunları nəyə gətirib çıxardıram? Bunları ona gətirib çıxardıram ki, insan bioloji, psixoloji, sosial və ruhsal varlıqdır. İnsan böyük bir sistemdir. Bioloji olaraq evimiz haradır? Bizim bədənimizdir. Psixoloji olaraq evimiz haradır? Bizim zehnimizdir. Sosial olaraq evimiz haradır? Bizi sevən, qəbul edən, qayğı göstərən, bizə hörmət edən insanlar. Ruhsal olaraq evimiz haradır? Tanrıya açılacaq bir qapı və insan hər zaman öz evini axtarır. Ailə də kiçik bir dövlətdir, kiçik bir harmoniya vəziyyətidir. Orada olan harmoniyanın qurulması da bir yox, en sayda faktorlardan bağlantılıdır. Bax, burada sonda gəlirəm bu məsələyə. Deyirsiniz ki, 20 il təcrübədən sonra bəlkə də bir mütəxəssisə getsəydiniz, bəlkə də biliklərinizi daha çox artırsaydınız və bəlkə də daha diqqətçil olsaydınız və bəlkə də uyğun şəraitdə, uyğun zamanda evlənsəydiniz, bu 20 il olmazdı, 5 ilə bir-birinizi anlayardınız və yaxud da 2 ilə bir-birinizi anlayardınız. Yəni, bu boyda zaman boşuna getməzdi. Nəticədə insan həyatı da nədir? Məhduddur. Zaman gedir və dünya bilinməzlik içərisindədir. Yəni, bilinmir ki, bu həyatda başımıza nələr gələcək. Diqqətinizə görə minnətdaram. Sağ olun.